Salam olsun yoldaşlar. Yine de böyle bir paylaşım etmek istedim sizinle. Yani belki sizlere de lazım oldu. Yani lazımlı bir şeydi. Özünüz de yani düzeltebilirsiniz. Cemi burada bu tüstü generatorudur. Yani smoke test eləmək için. Motordan havası hardan çekir, necə çekir onu bilmək için. Bax, belə bir bankadır. Dəmirli qapağıyla. Onu adı butulka ilə də eləyə bilərsiniz. Litrli, yarım litrli fərqi yoxdur. Mən bankanı seçdim. Nəyə görə? Deməli, dəmirinə görə. 2 dənə bu təkər üçün nipil olur. Yəni təkərə vurulan, diska vurulan. 2 dənə bundan alırsınız. Cəmi 1 manat. İkisi bir yerdə. Drellə deşiyi açırsınız. İçində salırsınız deşikdən. Şöyle bax, belə bu formada. Bu formada saldınız. Ya germetika ilə, ya kley ilə kleyirsiniz ki, yəni qıraqlarda bu deşik açılan yerlərdən hava çəkməsin. Və salam. Birinin nipilini, içeride olan nipilini çıxardım. Obrisini isə saxlayın. Mən belə bir şlank seçmişəm. Bu nipil çıxartdığım yerə onu salacağım. Bax, belə bu formada. Belə adı akşlanqdır. Və bircə dənə qalın kompakt sigaretdən məsəl üçün. Salırsınız. Bax, bax. Bircə dəqiqə mən çıxardım bunu. Və salırsınız həmin şlanqın o nipilinə. Bax, filtrına bax belə. Saldınız bura, özdə kip oturur, elə bir ki öz yeridir. Və salam. Bankanı bağlayırsınız. Onun sonrasını deyəcəm mən sizə, hələlik qoyaq bunu bura. Deməli, məndə V202'dir. Çeşkat. Mən bunu yoxlayacağım. Bax, burada map sensor var. Bax, bunu çıxardacağım. Kakras hələ saldığım şlanq onun hələ bir ki yeridir.